Növbəti bir mənzildə hamınızı salamlayıram dəyərli YouTube kanalımızın izləyiciləri. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanacağında əsas yolun üzərində qanuni otaq 130 kvadrat ölçülü təmirli bir mənzili sizlərə təqdim edirəm. Təqdimatdan öncə kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Burada mənzilimizin giriş və dəhliz hissəsi yerləşir. Proyektlə mən sizi yaxından tanış edəcəm. Burada mənzilimizin giriş qapısı yerləşir. Mənzil 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Giriş qapıdan daxil olduqda belə bir geniş dəhliz hissə bizi qarşılayır. Orada mənzilin qonaq otağı, mətbəx hissəsi, tualeti, hamam tualeti, əsas yataq otağı və əsas yataqlarından eyvana çıxış, daxilində hamam otağı. Burada isə kiçik yataq otağı, eyvana çıxış hissəsi mövcuddur. Mətbəxdən də həmçinin eyvana çıxış var. Mənzil yelçəkər proyektdir. Həm şəhər istiqaməti, həm də Yeni Yasamal istiqamətinə baxışı var. Giriş qapıdan daxil olduqda sağda belə bir qardırob hissə bizi qarşılayır. Sağdan sola doğru olaraq mən sizə mənzili təqdim etməyə çalışacağım. Çox gözəl təmir olunub, keyfiyyətli materiallar əsasında təmir olunmuş bir mənzildir. Burada mənzilin birinci yataq otağı yerləşir. Kifayət qədər geniş sahəyə malikdir. Qaz, su, işıq təminat fasiləsiz, istilik sistemi fərdi olaraq kombidir. Belə bir geniş eyvan hissəsi var. Baxın, bu eyvandan şəhərə gözəl mənzərə mövcuddur. Şurada kifayət qədər güclü külək də var. Baxın, tam yelçəkər mənzildir. Orta evdir, isti evdir. Evdə hal-hazırda heç bir isitmə sistemi olmadan da hiss olunur ki, ev isti evdir. Burada mənzilin ikinci yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var və bu yataq otağından da az öncəki eyvana çıxış var. Kombi bataryası burada yerləşdirilib. Belə bir geniş yataq otağı var və yataq otağının daxilində hamam hissəsi də mövcuddur. Baxın, bu şəkildədir. Belə bir geniş dəhliz hissəsində görürsünüz, kifayət qədər geniş sahə malik bir mənzildir. Burada mənzilin hamam tualet hissəsi yerləşir. Lazım olan aksesuarlarla da tam şəkildə təmin olunur. Burada duş kabin hissəsidir. Burada mənzilin tualet hissəsidir. Burada da lazım olan aksesuarlarla tam şəkildə təmin olunur. Burada mənzilimizin gözəl bir geniş mətbəx hissəsi yerləşir. Mətbəxdən eyvana çıxış var, əziz izləyicilərimiz. Baxın, belə bir gözəl eyvan hissəsi var. Cam balkonla bağlanır. Xocasən gölü istiqamətinə baxır. Kənar dairəvi yoldur. Yeni Yasamal 77 nömrəli avtobusun son dayanacağı. Burada isə Bakı Asiya Kolleci yerləşir. Tam yolun kənarındadır. Baxın, dəyərli izləyicilərimiz. Burada kombi üçün ayrılmış zolaq hissə. Baxın, bütün xətlər kollektor sistemi ilə təchiz olunub. Bütün hər bir detalı incəliyinə qədər sizlərə göstərməyə çalışıram. Və belə bir gözəl mətbəx hissə var. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi soyuducu üçün ayrılmış zolaq, paltar yuan üçün və qab yuan üçün ayrılmış zolaqlar yerləşir. Keçək isə mənzilin qonaq otağını sizlərə təqdim edim. Burada isə mənzilimizin qonaq otağı yerləşir. Baxın, bu şəkildədir qonaq otağımızda. Qonaq otağının baxışı da mətbəx kimi eyni istiqamətdədir. Yəni yelçəkər bir mənzildir. Mənzil haqqında ümumi məlumat verimsə, Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanacağında 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. 130 kvadrat ümumi sahəyə malik 3 otaqlı bu mənzil təcili olaraq bazar dəyərindən aşağı qiymətə cəmi 230 min manata satışa təklif olunur. Real alıcıya endirim nəzərdə tutulub, açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək.